Pasiyentimiz bizə budun ön hissəsində əlinə dəyən bir şişkinliklə müraciət elədi. Ultrases müayinəsində bunun sümükdən başlanğıc götürən törəmə şübhəsi ilə biz onkologiyaya getməsini məsləhət gördük. Kondrosarkomu təsdiqləndi, histoloji analizi çıxarıldı. Hal-hazırda biz əməliyyat yerinə müayinəsini aparırıq. Burada bir neçə böyümüş limfa vəzlərini görürük. Bu limfa vəzlərinin, yəni uzun çapının en çapından böyük olması, korteks mərkəzi hilus nisbətinə aydın görməyimiz, vaskulizasiyasının xaotik olmaması bizi biraz rahatlandırır. Həm də əməliyyat apreldə olub, yenə də biz nəzarət edəcəyik. Boydan boya biz indi yara yerimiş baxırıq, dəraltı ödemdir, bəzi yerlərdə hissəvi maye toplantısıdır. Tam bu hissədən çıxarılmışdı törəmə, bu onun yeri.